Salam, hər vaxtınız xeyirli olsun müəllimlər. Sizlər üçün növbəti 14 oktyabr müsahibə suallarını paylaşım edirəm və öncəki günlərdə olduğu kimi bu gün də alt standart nədir sualını ünvanlayıblar müəllimlərə. Bildiyiniz kimi alt standart təhsil alanların bilik, bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbidir. Alt standartın 4 funksiyası var idi. Öncəki videolarımızda da onlar haqqında qeydlər sizlərə məlumatlar vermişdim və qeyd edim ki, alt standartın 4 funksiyası təlimin məzmununun davamlı inkişafını təmin edir, təlim strategiyalarının seçilməsində mühüm rol oynayır, inteqrativliyi təmin edir və davamlı inkişafı təmin edir. Və belə bir sual ünvanlayıblar ki, şagirdə düşünmə vaxtını nə üçün verirsiniz? Əlbəttə ki, şagirdə düşünmə vaxtı ona görə veririk ki, şagirdlərdə bu zaman özgüvən formalaşır. Şagirddə qapalı suallara məsələn 30 saniyəyə qədər zaman verilir, amma açıq suallar verilən zaman isə 30 saniyə 1 dəqiqə aralığında yəni müddət verilə bilər. Şagirdlərə gözləmə vaxtı verilə bilər və qeyd edim ki, düşünmə vaxtı onlarda özgüvən hissi formalaşdırır, özünə inamı formalaşdırır. Amma biz düşünün ki, şagirdlərə gözləmə vaxtını verməsək, sualı ünvanlayırıq, o cavab vermədikdə ya özümüz cavablandırırıq və yaxud da ki, digər şagirdlər yəni cavablandırmasını istəyiriksə, artıq bu şagirdin özünə inamı olmayacaq və o artıq düşünəcək ki, qapalı düşüncə tərzinə ümumiyyətlə düşəcək və düşünəcək ki, artıq müəllim məndən sualı soruşmur, onsuz da özünə əziyyət vermək istəməyəcək ki, mən cavab verənə qədər digər şagird yoldaşımdan soruşacaq, yaxud özü cavab verəcək. Ona görə də mütləq ki, şagirdlərə düşünmə vaxtı verilməlidir. Bəli, interaktiv təlim nədir? İnteraktiv təlim isə şagird yönümlü təlimdən söhbət gedir. Yəni, burada subyekt anlayışıdır. Yəni, bu interaktiv təlimdə şagirdin marağına əsaslanır. Şagirdin marağı üzərindən dərslər qurulur. İş üsullarından, iş formalarından, oyun əsaslı təlim, yəni bu kimi təlim modellərindən istifadə edilir. Amma həmçinin də burada müəllim fasilitator rolunda çıxış edir interaktiv təlimdə. Bildiyiniz kimi müəllim mərkəzli təlim var idi. Hal-hazırki şagird mərkəzli təlimdir. Müəllim mərkəzli ənənəvi təlimdə idi. Orada müəllim mərkəzdə idi. Subyekt, obyekt anlayışı idi o zaman. Müəllim informasiyanı hazır şəkildə özü araşdırıb öyrənib, gətirib hazır şəkildə şagirdə verirdi. Şagird isə pasiv şəkildə informasiyanı qəbul edən tərəf idi. Amma indi şagird yönümlü, yəni şagird mərkəzli təlimdə isə artıq subyekt anlayışıdır və burada müəllim fasilitator, bələdçi rolunu oynayır, şagirdə istiqamət verir, şagird isə özü araşdırır, axtarır, öyrənir. Həmçinin də burada əksi əlaqə mövcuddur interaktiv təlimdə. Və diferensial təlim nədir? Diferensial təlim fərdi və fərqli yanaşmadır. Diferensial təlim zamanı şagirdlərin marağı, öyrənmə tərzi və hazırlıq səviyyəsi nəzərə alınır. Bunlar üzərindən dərslər qurulur və heterogen qruplarda dərslər keçirilir. Heterogen qruplar nə deməkdir, müəllimlər? Heterogen qruplar da o deməkdir ki, bu zaman sinif daxilində, axı bizim sinifimizdə məsələn, düşünün ki, 30 nəfər şagird var. Bunların müxtəlif səviyyədə olurlar, müxtəlif öyrənmə tərzi, müxtəlif hazırlıq səviyyəsinə malikdirlər və bunlara bir arada dərs keçiriksə, bu heterogen qruplardır. Yəni, biz müxtəlif səviyyədə, müxtəlif maraqda, müxtəlif öyrənmə tərzinə sahib şagirdlərə bir arada təhsil veririk. Bu diferensial təlim olur ki, onların yəni marağı üzərindən dərsləri qura bilirik. Və dərsi necə qurursunuz? Dərsi əlbəttə ki, yaxşı qurmaq istəyiriksə, dərsin kulminasiya nöqtəsi motivasiya mərhələsidir. İlk olaraq motivasiya mərhələsi yəni effektiv olmalıdır ki, dərsimiz də effektiv olsun. Dərsi də əlbəttə ki, ona əsasən yəni motivasiyanı çox gözəl, düzgün şəkildə qurulmalıdır. Motivasiya zamanı isə açıq suallardan istifadə edə bilərik, digər slaydlardan istifadə edə bilərik, əyani vəsaitlərdən, ümumiyyətlə müxtəlif üsullardan istifadə edə bilərik
və bir şagird çətin vəziyyətdədir və yalnız bunu sizə deyir, nə edərsiniz? Bugünün sualıdır. Əlbəttə ki, mən də müsahibəyə hazırlaşdırdığım müəllimlərdən birinə bu sual ünvanlanmışdı elə. Əlbəttə ki, müəllimlər, şagirdiniz çətin vəziyyətdədirsə və yalnız buna yəni sizə bildirirsə bunu, deməli siz onun, yəni özünə necə deyim, siz onun inamını qazanmısınız və bu zaman siz onunla fərdi söhbət aparıb, onun yəni çətin vəziyyətdə olmağının səbəbini öyrənməlisiniz, araşdırmalısınız və bunu həll etməlisiniz. Mütləq şəkildə bunu həll etməlisiniz. Çünki o sizə artıq inanır, güvənir və bunu həll etməyiniz mütləqdir. Təlim nəticəsi nədir? Təlim nəticəsi mənimsənilməsi nəzərdə tutulan təlim nailiyyətlərinin öncədən müəyyən olunmasıdır və bir akademik dərs saatının sonunda hansı nəticəyə gedib çatacağı onun öncədən müəyyən olunmasıdır təlim nəticəsi. Təlim nəticəsi həmçinin alt standartdan çıxarılır. Gündəlik planlaşdırma nə üçün lazımdır? Gündəlik planlaşdırma, bax müəllimlər, bu suala cavab verərkən biraz diqqətli olaq. Gündəlik planlaşdırma, bəzi müəllimlər cavab verir ki, bu əlbəttə ki, müəllim olaraq dərsdə nə keçəcəyimizi öncədən bilirik. Xeyr, müəllim olaraq dərsi planlaşdıran zaman mən nə keçəcəyəm yanaşmasında deyil də, şagird nə öyrənəcək, mənim şagirdlərim nə öyrənəcək yanaşmasında olub da, yəni bu planlaşdırmanı etməliyik. Yəni gündəlik planlaşdırma da odur ki, bizim şagirdlərimiz sonunda nəyə gedib çatacaq, yəni hansı fəaliyyətləri yerinə yetirəcəklər təlim nəticəsinə gedib çatmaq üçün onu öncədən müəyyən edirik və planlaşdırmamızı edirik öncədən ki, hansı fəaliyyətləri yerinə yetirib gedib təlim nəticəmizə çatacağıq. Yəni şagirdlər nə öyrənəcək yanaşmasında olub da planlaşdırmanı aparmalıyıq. Planlaşdırma da dərsin axıcılığına gətirib çıxarır. Dərs axıcı şəkildə əlbəttə ki, baş vermiş olacaq. Belə müəllimlər, növbəti günün suallarını da sizlər üçün paylaşım edəcəm. Müsahibə mərhələsində kimlərin ki icmalı yoxdur, mütləq şəkildə icmalınız olsun. A4 yəni kağızı üzərində çıxarıb aparmağınız mütləqdir. Kimlərdə ki icmal yoxdur, qeyd olunan nömrə ilə 051 437 38 67 nömrəsi ilə əlaqə saxlayıb çox gözəl 5C modelinə uyğun olan icmal yəni əldə edə bilərsiniz bütün fənlərdən əlbəttə ki. Belə müəllimlər, kanala abunə olub bəyənməyi unutmayın. Təşəkkür edirəm hər birinizə.